o tində dalanda duranlar görürsən sözbazlar olur. Axı işi yoxdur, bekar adamdır da. Gələnə də bir söz qoşur, gedənə də bir söz. İşin adı odur. Yəni sənin işin səhər durub gedib məsələn də ticarəti eləməkdirsə, məsələn hansı bir sahədə, peşə sahəsində çalışırsansa, o işlə məşğul olmaqdırsa, bu adamın da işi gücü elə gələnə bir qoşmaq, bir gedənə bir indi mən çəkiliş gedir, o bəzi sözlər demirəm də, gələnə nə qoşur, gedənə nə, indi hamınız məndən də yaxşı bilirsiniz o sözləri. Deyir, bir yerdən keçəndə buna gülürlər. Loman həkim də qaradərili insanlarda adətən biraz xilqəti fitrət baxımından biraz burnu yek olar, dodağı iri olar, dişləri məsələn ağ. Amma Xaliq-i Subhanın Subhanallah, Elhamdülillah o əzəmət və qüdrətlərindən görsən ki, bədən təpədən dırnağa qapqaradır, amma dişi ağappaq. Sən mən səhər axşam dişimizi fırçalasaq da heç onun qədər ağarda bilmirik. Yəni, bu Allahın o qüdrət və əzəmətlərdə biz bilmirik, o əsrardan xəbərsizik, niyə belədir? Deməli, bu bir yerdən keçəndə görür, bu tində duranlar buna gülür, lağ eləyir, məsxər eləyir, bu bir qədəm saxlayır, çönür bunlara, deyir ki, nəqşə gülürsüz, yoxsa nəqqaşa? Nəqş insanın surətidir, cəmalıdır, əsl nəqqaş, rəssam Allahdır da. Ona görə həqiqi nəqqaş rəssam odur ki, dünyada heç bir rəssam su üzərində rəsm əsəri çəkə bilmir. Çünki suyun dayanaqlığı yoxdur. Çəksə biraz hərəkət əsəri, amma Allah sənin mənim rəsmimizi atanın sülbündən ana rəhminə düşəndə o suda rəsmimizi çəkib, nəqşimizi orada çəkib. Yeganə nəqqaş rəssamı odur ki, su üzərində rəsm əsəri yaradım. Və üzünü tutur bunlara, deyir, mən qara dərliyəm deyə mənə gülürsünüz, təbəssümlə. Gör, adam nə qədər böyük ruhiyyə, ta aqresiya ilə, şiddət göstərərək yox, təbəssümlə. Deyir, mən qara dərliyəm deyə mənə gülürsünüz, amma deyir, mən Allahın mənə verdiyi bu nimətdən o qədər razıyam. Mən gecə günüz bunun şükrünü eləsəm də azdır. Deyir, siz ağ dərlisiniz, mən qara dərli. Gör, nə qədər Allahın qüdrətini misalla izah eləyir. Deyir, əgər sizin dərinizdən biraz qopardıb mənim əlimə, üzümə, bədənimin harasına qoysalar, qaradır əl, üz. Orada sizin dərinizdən biraz qoysalar, orada o yara, xora, ala xəstəliyi kimi görsənəcək. Məsələn, təsəvvür elə, qara üz, bir ağ deyəcəklər, nəsə bu yara-xora xəstəliyinə tutulub. Amma deyir, məndən biraz götürüb, mənim dərimdən sizin üzdə, əlinizə qoysa, o xal olacaq, hüsn-i cəmalında biraz da gözəllik bəxş eləyəcək. Mən buna görə Allaha niyə şükür eləməyim? Mən buna görə nə qədər şükür eləsəm, yenə də azdır. Gör, Allahın xilqətini, onun yaratdığını necə gözəl qəbul edir və vəsf edir.